Parada atəşkəsinin tarixlərini qərar qəbul edilən kimi açıqlayacaq. APA'nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ukrayna ilə 9 may parada atəşkəsi təklifi ilə bağlı danışan Kreml sözçüsü qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump telefon danışığı zamanı münaqişələrin həlli səylərində vasitəçilik etməyə davam etmək barədə razılığa gəliblər. Lakin hələlik yeni danışıqlar və ya səfərlər üçün konkret tarixlər yoxdur. Peskov vurğulayıb ki, 9 may xüsusi bir bayramdır. Ona görə də Rusiyanın təklif etdiyi atəşkəs kimi humanitar təşəbbüslər olduqca aktualdır. Onun sözlərinə görə, Rusiyanın 9 may paradında atəşkəs elan etməsinə Kiyevdən reaksiya lazım deyil. Bu, Putinin qərarıdır və həyata keçiriləcək. Peskov deyib ki, münaqişələrin konsentrasiyası çox yüksək olduğundan Putin və Trump arasında tək bir söhbət qlobal vəziyyəti yaxşılaşdıra bilməz. Qlobal vəziyyət o qədər gərgindir ki, bu tendensiyaları bir gecədə geri qaytarmaq çətindir. Kremlin rəsmisi onu da bildirib ki, Putin və Trump dünən telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmasını müzakirə etməyiblər.